Salam əziz mütəvimlər və abituriyentlər. Bu dəfə biz sizlər üçün Əhməd Cavadın Səsli Qız deməli əsərini təhlil edəcəyik. Onlayn dərslərimizə qoşulmaq üçün əlaqə nömrələrimizi qeyd edək. 051 ilə 399 64 35-dir. WhatsApp üzərindən yazaraq əlaqə saxlaya bilərsiniz. Belə. Kanala abunə olursunuz. Şərh bölməsindən növbəti dəfə hansı əsərin təhlil olmasını istəyirsinizsə yazaraq bildirə bilərsiniz. Səsli Qız deməli Əhməd Cavad bunu yazaraq nəyə çatdırmaq istəmişdi? Belə ki, burada vətənin müdafiəsinə qalxan və onun düşdüyü ağır vəziyyətdən qurtaran bir qız obrazını görürük. Lakin ümumiyyətlə Səsli Qızla Saranı qarışdırmamaq üçün sizin diqqətinizi nəyə cəlb edim? Sanki müəllif deməli bir qızın səsini dinləyir. Bu qızın deməli bu qızı bizə Səsli Qız kimi təqdim edir. Səsli Qız kimi təqdim olunan qız yadda saxlamaq lazımdır ki, Sara deyil. Müəllif deməli oturduğu yerdə sanki bir nəfər qızı səsi ona təsir eləyir və ona Səsli Qız deyə müraciət eləyir. Amma bir məsələyə də diqqət çəkək ki, bu qızın səsini biz burada görmürük. Onun oxuduğunu biz görmürük. Sadəcə müəllifin nitqinə əsasən bilirik ki, o oxuyur. Yəni, ta ki biz oxudum tarixlərdə deyilən yerə qədər olan hadisələr Səsli Qızla bağlıdır. Yəni, onun səsi ilə bağlıdır. Bundan sonra artıq biz Saranı görəcəyik. Və Səsli Qızla Saranı da qarışdırmamaq lazımdır. Ta ki keçən ilə qədər, yəni 2004-cü üzr istəyirəm də, yəni 2005-ci ildən öncəki ilə qədər, 2024-cü ilə qədər hər kəs Səsli Qızla Saranı eyni obraz hesab edirdi. Lakin sonradan əsərin orijinalı verildikdən sonra artıq müəllimlərə də, abituriyentlərə də məlum oldu ki, Səsli Qız və Sara eyni obraz deyil. Yəni, Səsli Qızla Saranı fərqləndirməyin ən əsas yollarından biri budur ki, siz sanki müəllifin bir nəfər gözəl qızın səsini dinləyir, eşidir və bundan sonra başlayır artıq onun yadına Sara haqqında bir əhvalat düşür. Daha doğrusu bir hadisə, tarixlərdə oxuduğu bir hadisə düşür. Gəlin indi isə baxaq. Sənin səsin gözəl qız. Bax, burada gözəl qız dediyi kim idi? Səsli Qız dedim axı. Səsli Qızın səsini eşidir. Sənin səsin gözəl qız, səslərin ən gözəli. Eşitmədim belə səs dünyanı dinləyəl. Mən deyir, dünyanı dinləyəndən, yəni dünyaya gəlib dünyanı eşidib dinləyəndən mən belə bir səs eşitməmişəm. Can alıb yüksəldikcə avazın pərdə-pərdə çox şeylər görən könlüm yenidən düşdü dərdə. Yəni, müəllifin özünün də həyatında nələrsə çətinliklər gördüyünü biz görmüş ola bilirik. Görün nə deyir? Çox şeylər görən könlüm. Yəni, çox şeylər görən, başına əsərin sonunda da biz görəcəyik ki, özü deyir ki, mən deyir, çox şeylər görmüşəm. Yəni, mənim də başım, mən deyir, bu illərdən illərlə uzaq düşmüşəm. Aha, çox şey, Əhməd Cavadın da biz həyatından məlumdur ki, onun başına çox hadisələr gəlmişdir. Gəlin, baxaq, çox şeylər görən könlüm yenidən düşdü dərdə. Müəllifin yenidən dərdə düşməyinə səbəb nə olmuşdu? Gözəl qızın səsi olmuşdu. Yenidən düşdü dərdə. Bülbülün səsi kimi. Baxın, burada bu rəngi dəyişirəm ki, sizin diqqətinizi cəlb eləyim. Bülbülün səsi kimi. Yadınızda qalsın, 2025-ci ilin MİQ sualının biri Səsli Qızla bağlı idi və burada qızın səsini bülbülün səsinə bənzətmişdi. Müəllimlərin əksəriyyəti bunu səhv götürmüşdü ki, bülbülün səsinə bənzədilmir. Xeyr, Səsli Qızın səsi bülbülün səsinə bənzədilir. Bülbülün səsi kimi qaynayır incə səsin, səsi incədir, bülbülün səsinə bənzətdi. 1, səsi incə idi. 2, uzandıqca nəfəsin acımazsan könlümə, zildən inərsən bəmə. Zildən inərsən. Aha. Buranı təmizləyirəm ki, yəni qeydlərinizi götürün siz, amma tez-tez təmizləmək məcburiyyətində qalıram ki, oxunsun deyə. Zildən inərsən bəmə dedikdə nəyi nəzərdə tuturdu? Aha. Yüksəkdən, yəni aşağıya inərsən. Zildən inərsən bəmə. Zil yüksək səsdir. Bəm də yoğun aşağı səs deməkdir. Qız, yazığam bu dildə, dərdimi şərh eyləmə. Qız, qurbanmı istərsən inlətdiyin bu səsə? Bax, burada müəllifin qız, gözəl qız dediyi hamısı nə idi? Ən başda yadınızda qalsın. Deməli, Səsli Qızdır bu. İnlətdiyin bu səsə deyir, qurban istəyirsən. 1000 dəfə ölsün canım söyləməsin bir kəsə. Qəbul et qurbanımı. Susma Allah eşqinə. Bundan sonra mənim üçün yaşamaq nə ölmək nə. Hər nəfəsin bir ayə. Aha. Bax, bu hər nəfəsi bir ayə. Bax, qeyd eləyirəm. Deməli, bülbülün səsinə bənzətmək
Gördünüz, bülbülün səsinə bənzətmək, hər nəfəsini bir ayıya bənzətmək. Bax, bütün bunların hamısı 2025-ci ilin MİQ sualının deməli biri bax bu idi. Vəhiy müqəddəs kimi. Dünyada nimət mi var bu səndəki səs kimi? Yəni dünyada səndəki bu səs kimi nimət yoxdur. O dərəcədə yüksəyə qaldırır. Gəlin baxaq. Deməli, heç birinin lütfündən tapılmaz ki bir payı. Bilirəm ki dərdindən ölənlərin yox sayı. Bax deyir, bilirəm ki sənin dərdindən ölənlərin sayı yoxdur. Qız, bu küskün könlümü bircə sənsən güldürən. Sənsən məni dirildən, sənsən məni öldürən. Deməli, özünün könlünü nə adlandırır? Küskün könül adlandırır. Yəni bir növ özünün də həyatdan inciklikli olduğunu dilə gətirmişdir. Sənsən məni öldürən, məftunam mən sənin, məftunam mən səsinin billuri axışına, məftunam gözlərinin atəşin baxışına, sənin incə səsində dalğalanan nəşəyə, qurşandım sitayişə, nəfxi Rəbbim deyə. Aha, bax, deyir ki, bax deməli müəllifin sitayişə qurşanmağının səbəbi qızın səsi olur. Səsindəki qəhqəhə doğrudan cəlb edərmiş sufini eşq ilahə. Sənin səsin sufini eşq ilahə dəvət eləyir, deyir ki, cəlb eləyir. Səsindəki sirri mən gedib sordum dərvişə. O məndən daha əvvəl heyran imiş bu işə. Deməli, bu qızın səsini müəllifdən əvvəl kim dinləyib, kim heyran olubdu? Dərviş. Bax, görürsünüz burada bu dərvişi. Müəllifdən əvvəl, məsələn, testlərdə tərtib edər ki, dərviş sonradan qızın səsinə heyran olur. Xeyr, müəllifdən əvvəl məsələ dərviş. Çünki deyir, gedib sordum. Bu gedib soranda artıq o məlumatlı olur. O məndən daha əvvəl heyran imiş bu işə. Bildinmi, bilmədinmi? Açmadı sirri Allahı. Dedi, haqqın cilvəsi görünür gahi-gahi. Sirri haqq hakim olmuş ta əvvəldən hər yerə. Hər qövmün imanı var bir səsli peyğəmbərə. Hər qövmün imanı var deyir bir səsli peyğəmbərə. Çoxdandır anlaşılmış bu sir Fərat boyunda. Bax, burada biz nəyin adını gördük? Fərat çayının adını görmüş ola bildik. Axtarırmış o sirri Kürarazın suyunda. Çay olaraq Fərat çayının adını görürük. Aha, bir də Küraraz suyunda. Əskilər onu sormuş ağsaqqal ərənlərə. Haqq nuru, haqq sirrini qəlbi ilə görənlərə. Aha, deməli, bax, bu ağsaqqal sözünü görürsünüz burada. Biz buna bənzər bir şeyi harada gördük? Təbrizim şeirində dinləyirlər babalardan öyüdlər. Ağsaqqal da burada, yəni yaşlı qocaları, daha doğrusu qoca babaları nəzərdə tutur da. Orada da babalardan öyüdlər Təbrizim şeirində var idi. Haqq nuru, haqq sirrini qəlbi ilə görənlərə. Demişlər ki, birinci gözəllik qız səsidir. Deməli, birinci olaraq nəyi hesab etmişdilər? Qız səsini. Gözəl qızda gözəl səs bu haqqın cilvəsidir. Bax, burada testlərdə tərtib edər ki, haqqın cilvəsi kimi dəyərləndirilən nə idi? Gözəl qızda gözəl səs. Bax, variant olaraq bunu götürmüş olursunuz. Hər dinin əsli nədir? Qayıbdən gələn bir səs. Hər dinin əsli nə idi? Qeybdən gələn bir səs. Biçarə insanlığın dərdini bilən bir səs. Bir çox gözəl qızların billur kimi səsləri azmı xilas eləmiş ölümdən bikəsləri. Yəni, gözəl səsi olan qızların səsləri ölümdən insanları xilas eləyibdi. Aha, bax bu hissiyə indi diqqət yetirəcəyik. Gəlin baxaq burada. Oxudum tarixlərdə buradan beləsi artıq Sara ilə bağlı olacaq. Və mən müəyyən hissələrdə hansında səsli qızdır, hansında Saradır, bunları yəni bir-birindən fərqləndirməyin yollarını bir-bir deyəcəm. Eyni zamanda qalib şah hansıdır, məğlub şah hansıdır. Çünki yəni bir neçə test vəsaitindən işlədiyimə görə deyə bilərəm ki, ümumi olaraq ən çox düşən qalib şahla məğlub şahdır. Bunların bir-birinə fərqləndirilməsidir. Səsli qızın əlamətləridir. Məsələn, onun səsinin bülbülə bənzədilməsidir. Nəfxi Rəbbim deyə təsvir edir. Daha sonra və bir də Sara ilə səsli qızı fərqləndirmək üçün, məsələn, onların saçının hər ikisi qıvırcıq idi. Sonra hər ikisinin oxuması deyərsə diqqət yetirin. Sara'nın konkret oxuduğunu görürük, amma səsli qızın oxuduğunu görmürük. Yəni, bax, bütün bunların hamısını qeyd götürsəz, səsli qız barəsində sizin probleminiz olmayacaq. Yəni, bu mövzudan baxaq. Deyir ki, oxudum tarixlərdə qan içən bir hökümdar. Aha, bir ölkəni amansız. Aha, bunu oxuyarkən bir də bir şey yadıma düşdü. Əlaqələndirmə kimi deyə bilərik. Burada tarixlərdə oxuyur, bir də qədim bir kitabda. Harda var idi? Hikmətin fəzilətində.
İranda bir həkimin olması, orada qədim bir kitabdan xəbər verilirdi. Burada da tarixlərdə. Oxudum tarixlərdə qaniçən bir hökmdar. Mən deyir tarixlərdə oxudum ki, qaniçən bir hökmdar bir ölkəni amansız eyləmişdi tarimar. Qaniçən bir hökmdar, bax burada qaniçən hökmdar kimi götürəcəyik biz. Qaniçən hökmdar kimi götürəcəyik? Təbii ki də qalib şahı. Qalib şahı götürürsüz. Bir ölkəni amansız eyləmişdir tarimar. Burada telefonun ekranına yazarkən xət biraz səliqəsiz düşür. Yəni bunu nəzərə alarsınız, özünüz qeydlərinizi götürərsiniz də. Yəni belə xəttin olmağına fikir verməyin, əsas səsə diqqət yetirin, oradan qeydlər götürün. Bir ölkəni amansız eyləmişdir tarimar. 6 aydan çox sürən qanlı bir mühasirə. Deməli tarimar etdiyi ölkə 6 aydan çox sürən. Testlərdə bunu necə tərtib etmişdi? Deməli belə tərtib etmişdilər ki, 6 aya qədər, xeyr, 6 aya qədər deyildi. 6 aydan çox sürən, çox, bax bunu götürün. 6 aydan çox sürən qanlı bir mühasirə tutulmuşdu çox acı basqına birdən-birə. 100 minlərlə atılan can yanğısı oxları dişləri ilə çiynəyib sərilmişdi çoxları. Doğranmış əllərində qırıq qılınc qəbzəsi, boğulmuşdu köksündə igidlərin son səsi. Yurdunu verməyənlər doğranmışdı xınç-xaxınç. Deməli, yurdunu verməyənlər neyləmişdi? Xınç-xaxınç doğranmışdı. Bax, burada görürsünüz, cəza olaraq neyləmişdilər? Yurdunu verməyənlərin doğramışlar xınç-xaxınç, əllərində qırıq qılınc qəbzəsi qalmışdı. Sonra dişləri ilə çiynəyib sərilmişdi oxları. Eyni zamanda cəza kimi hansı əsərdə götürə bilərsiniz? Bax, deməli, damğalanmaq idi, ayaqlarının altının allanması idi. Bunu biz Azadda görürdük. Orada da deməli, millətpərəstləri, vətənin sevən kəsləri deməli, bax, bu cür cəzalandırmışdılar Azadda. Aha, tökülmüşdü yerlərə dağ kimi qalxan qılınc. Dağ kimi qalxan qılınc demək nə? Yəni o qədər qalxan qılınc var idi. Döyüşün çətinliyini burada bizə təsvir edir. Baxaq, o yanda qanlı gövdə, bu yanda gövdəsiz baş. Yəni bədən bir tərəfdə, baş bir tərəfdə qalmışdı. Bax, belə bir təsviri biz belə bir səhnəni eyni zamanda Vaqif dramında da görmüş ola bilirik ki, orada da yəni insanların belə deyək də, o qədər insan tələfatı var idi ki, orada hətta Qacar bundan zövq alırdı. Qana susamış birisi idi də ona görə. Baxaq, deyir ki, dağ kimi qalxan qılınc, o yanda qanlı gövdə, bu yanda gövdəsiz baş. Bir qafa çığlamışdı, hər qəzadan enən daş. 100 minlərlə qız qadın dağılmışdı düzlərə. Deməli, talan olunan, işğal olunan ölkənin qız gəlinlərini inəmişdi, düzlərə dağılmışdı. Bax, eyni ilə bunu salıraq ki, qız gəlinlər düzlərə dağılmışdı. Ölüm rəngi çökmüşdü, saralan öz gözlərə. Cənnət kimi bir ölkə məzarlığa dönmüşdü. Cənnət kimi bir ölkə kimi təsvir olunan ölkə Saranın ölkəsi idi. Baxsalar ki, cənnət kimi təsvir olunan bir ölkə haraydı? Bax, bu Saranın ölkəsi idi. Düşünməyin ha səsli qızın. Bunu qoyun bir qırağa. Çünki səsli qızın səsini dinlədi və müəllifin yadına düşdü ki, bu səs və belə bir səsi olan bir qızın da ölkəsi bir zamanlar belə bir hala qalmışdı. Və o cənnət kimi təsvir olunan ölkə ilə Saran ölkəsi idi. Məzarlığa dönmüşdü. Bir çox evlər yıxılıb, xanimanlar sönmüşdü. Xaniman yurt yuva deməkdir. İşlənməmiş qalmadı bir cinayət, bir günah. Əzmişdi insanlığı ordusuyla padişah deyə müraciət etdi. Bax, burada müraciət yox, üzr istəyirəm. Ünvanladığı padişah, yəni burada artıq qalib şah idi. Haqsızlıq oldu qanun, yıxıldı xanimanlar. Hər şeydən xəbərsizkən yandırıldı çox canlar. Yəni heç bir günahı olmayan canlar yandı. Qalmadı ağızlarda yaşamağın heç dadı. Bir çox yazıq quşların qoparıldı qanadı. Əskərsiz komandanlar qırbatdı yayını, fələk döndərdi zəhrə bu ölkənin payını. Gülmək zaten yox idi. Niyə gülmək zaten yox idi? Əslində burada qalib şah yeni gəlib, doğrudur, amma bəs köhnə məğlub şah heç onun özü də xalqına bir düzgün hökmdarlıq etmirdi. Ona görə gülmək zaten yox idi. Çünki onların vəziyyəti onsuz da pis idi. Amma vəziyyət, məsələ burasındadır ki, indi vəziyyət daha da ağırlaşır. Ağlamaq oldu yasaq. Yəni gülməsəydilər də həmin dövrdə, məğlub şahın dönəmində gülməsəydilər də, bunlar heç olmasa ağlayırlar, ürəkləri boşalırdı. İndi ağlamaq da qadağan olunur. Ağlamaq oldu yasaq. Bilirsiniz necə? Gülməsəydilər də məğlub şahın dövründə heç olmasa ağlayırlar, ürəkləri boşalırdı. Amma indi ən azından real idi da, onda ağlayırdılar, bilirdilər ki, dərdləri var, ağlayırlar. Amma indi məğlub şah neyləmişdi? Məcburi bunları gülməyə sövq edirdi. Yəni, məğlub şahın, belə deyək də, ətrafındakılar deyirdilər ki, qalib şah, daha doğrusu qalib şahın ətrafındakılar deyirdilər ki, yəni siz gülməlisiniz, qalib şahı qarşılamaq üçün gülməlisiniz. Bu daha ağırlı bir vəziyyətdir. Biri var dərdini ol ağlayasan, bu bir yana. Amma biri də var ki, deməli,
Məcburi şəkildə güldürüləsən. Gülmək zaten yox idi. Testlərdə salır. Gülmək zaten yox idi. Kimin dönəmində? Məğlub şahın dönəmində. Ağlamaq oldu yasaq. Nə zaman? Qalib şahın dönəmində. Zavallı məğlub ölkə deyə təsvir olunan ölkə yenə Saranın ölkəsidir. Sana nə hüquq, nə haqq. Ertəsi gün çox erkən yuyuldu qaldırımlar. Bax burada qaldırımların yuyulmasını, ümumiyyətlə qaldırım söhbətini biz yağış yağarkən şeirində görürük, amma küçələrin yuyulmasını da Bəxtiyar Vahabzadənin Şəhidlər poemasında görmüşdük. Şallaqla güldürüldü hıçqırıqlı bir diyar. Şallaqla güldürülmək burada idi. Şallaqla oynadılmaq isə Qurbanəli bəydə idi. Hıçqırıqlı bir diyar deyə təsvir olunan ölkə yenə də qeyd eləyək ki, Saranın ölkəsi idi. Yuyuldu divarlara sıçramış qan ləkəsi. Vay səsi susturuldu, əmr edildi toy səsi. Divarlara düşən qan ləkəsi yuyulur. Vay səsi susturulur, əmr edilir toy səsi çalınır. Haqqı yoxdur kimsənin söz deyib dərd açmaya. Bəzənib çıxmalı idi gələnlər ağlaşmağa. Kimsənin haqqı yox idi ki, dərdini başlasın danışsın. Bəzənib çıxmalı idi gələnlər ağlaşmağa. Yəni kədərli bir günlərində belə neynəmədilər? Bəzənib çıxmalıydılar ki, qalib şahı qarşılasınlar. Döndü oldu qəhqəhə, qan qusan hıçqırıqlar. Çiçək səpəcək oldu bütün qəlbi qırıqlar. Qəlbi qırıqlar, yaxınlarını itirənlər. Təbii ki, burada ölənlər kimlər idi? Birinin qardaşı idi, birinin yoldaşı idi, birinin oğlu idi, birinin, yəni hərəsinin bir əzizi itmiş, belə deyək də, müharibədən acı nəticə düşmüşdü hər bir evə. Lakin bunlar qəlbi qırıq deyə təsvir olunan insanlar Saranın ölkəsinin insanları idi və onlar artıq çiçək səpəcək olurlar. Yəni ağlamalı olduqları halda çiçək səpəcək olurlar ki, yəni qalib şah gəlir. Gəlin baxaq. Qan içən padişaha hazırlandı istiqbal. İstiqbal onu qarşılamaqdır. Çıxmalısan qarşıya, istəyir öl, istər qal, ölsən də qalsan da sən qarşıya çıx. Elə bil olmamışdı dünənki keçmə-keçdə. Keçmə-keçdə çıxdı güləş yüzü ilə o bəxtəvər günəşdə. Gəlin burada baxaq. Testlərdə salar ki, təbiət də qan ağlayırdı bu vəziyyətdə. Xeyr, belə bir şey yoxdur. Bəzən insanların dilində olur. Məsəl üçün təbiət də qan ağlayır. Belə bir şey yoxdur. Təbiət gülümsüyür. Baxın o bəxtəvər günəşdə güləş yüzü ilə. Mənim də qanlı qansız cüylələrim var deyə, ciylələrim var deyə. Çıxdı dərin göylərə, sıçrayaraq üzməyə. Yüksəldikcə göylərin sakit gəzən sultanı günəşdir. Qaranlığın qalmadı dodaqlarında qanı. Çaşdığından əvvəlcə bulutlar da qızardı. Dünən bulutların da çox dönük rəngi vardı. Biraz sonra onlar da əkildilər, getdilər. Yerdə qalan bulutlar matəmi tərk etdilər. Yəni demək istəyir ki, buradan belə bir nəticəyə də gələ bilərik əslində. Düzü testlərdə salacaqdı ki, günəş də qan ağlayırdı, belə deyək, təbiət də qan ağlayırdı bu vəziyyətə. Xeyr, günəş çıxdı. Əslində bunu bir şeylə də əlaqələndirə bilərik. Necə ki, insanlar məcburi şəkildə gülür, oynadılır, oynanılmağa sövq olunursa, sanki təbiət də insanların bu əhval-ruhiyyəsinə uyğun davranır ki, sanki o qalib şahı qarşılamaq üçün hətta deyir buludlar əkilib gedir. Yəni buludlar da qorxur. Necə ki, insanlar qorxub gülümsüyürlər, buludlar da qorxub əkilib gedirlər. Əkildilər, getdilər, yəni çıxıb getdilər. Yerdə qalan buludlar matəmi tərk etdilər. Yəni yerdə qalanları da matəmi tərk elədilər. Kimdir bu sultan deyə sordular bir-birindən. Eşidincə adını ah çəkdilər dərindən. Maraqlanırlar və bir-birindən soruşurlar ki, bu sultan kimdir? Ah çəkdilər dərindən, ağardılar qorxudan, çəkildilər dağlara. Soruşan nə idi burada? Düşünməyin, insanlar soruşur. Kimdir bu sultan deyə soruşan kim imiş? Buludlar imiş. Kimdir bu sultan deyə sordular bir-birindən. Kimdir bu sultan deyə bir-birlərindən soruşurlar. Eşidincə adını, deməli adını eşitdilər və ah çəkirlər dərindən. Ah çəkməyi bir də harda görəcəyik? Biz Sara ki, ora gətirilir qalib şahın qarşısına. O zaman insanlar ah çəkirlər, yəni Saradan heyif deyirlərdi o baxımdan. Ağardılar qorxudan. Təbii ki, ağaran nə olacaq? Buludlar olacaq. Ümumiyyətlə düşünməyin ki, burada insanlara qorxudan ağaran düzdür insan da ola bilər, amma dağlara çəkilməyə görə bilirik ki, bu nə imiş? Buludlar imiş. Çəkirdilər dağlara. Sırmalı bəxtəvər də qonaq gəldi bağlara. Gəlin ardına baxaq. Bilmirəm gördünüzmü? Sabah vaxtı çiçəklər çıxınca çaşqın günəş nə dadlı mahnı söylər. Bu qıldıqsız günəşin sehri var baxışında. Bir kərə gördünmü göz yaşı axışında, çiçəkli kirpiyində, yaşdan əsər qalmayır, qaşqabaqlı buluddan bir salam da almayır. Qaşqabaqlı buluddan salam almayan günəşdir. Nəşədən hallanırlar, içirlər zövqincə, çiçəklərdə dadə vardır, ta qaranlıq gəlincə. Ömürdəndir bir gündə, ey çiçək, sevin haydı, ya batmayaydı günəş, ya çiçək olmayaydı. Bir də ki, bu həyatda günəşmi yalnız batan, az qaldı deyəcəkdim, bütün həyat bir yalan.
Həyat yalan olsaydı, bir coşqun çiçəklərlə, yox bir günlük də olsa, həyat həyatdır yenə. Dünən bir nişan yoxkən, bağda səsdən səmirdən, enincə dağdan günəş, quşlar da coşdu birdən. Günəş dağdan enincə, quşlar da birdən coşmağa başlayır. Qarışdı qaqqıltılar, billur səsli cəhcəhə, yüksəldi hər budaqdan bir nazənin qəhqəhə. Sanki birdən çalındı qumrov, kaman, nayla ney. Bax, bütün bunlar ki var ha. Aha, burada gördünüz bu qumrovu. Baxın. Bax, bu qumrov bilirsiniz nədir? Zınqırovdur. Kamanı da bilirsiniz. Çalğı alətidir. Deməli 1, 2, qumrov 1, kaman 2. Nay bilirsiniz nədir? Şeypurdur. Aha, neydə? Harda var idi neydə? Güşqıl müxəmməsində var idi. Nəğmi-i ney. Aha, neyin naləsi. Güşqıl müxəmməsində də var idi. Doldu şirin səslərlə kölgəli bağ, boz güney. Məgər bəzən həyatla ölüm qardaş olurmuş. Bax, burada biz nəyi gördük? Həyatla ölüm qardaşdır. Ölüm qardaş olurmuş. Uçuşurdu yanaşı. Bax, bunu atalar sizi kimdə götürə bilərik. Həyatla ölüm qardaşdır deyir. Uçuşurdu yanaşı göyərçinlə qızıl quş. Göyərçini biz bir də harda görmüşdük? Şahsman Xatayinin Dəhnamə poemasında. Qorxmadan üzə çıxdı eldən qaçan qırqovul. Qırqovul, bunu da harda gördük? Dəli Kürdə var idi. Səhv etmirəmsə Dəli Kürdə olmalıdır. Qırqovul. Yumşaldı ürəklər, qalmadı şeytan, çoğul. Yumşaldı ürəklər, qalmadı şeytan, çoğul. Zalimin bəxti üstün məzlumların ahından. Zalimin bəxti üstün məzlumların ahından. Zalim dediyi kim idi? Əlbəttə ki, Qalib Şah idi və məzlumların ahından üstündür. Quşlar nə gözləyirdi? Ölüm padişahından. Ölüm padişahı kim idi? Yenə Qalib Şah idi. Bax, tezlə bunları sizə hiss ona görə deyirəm ki, zalim adlandırılan kimdir? Qalib Şahdır. Ölüm padişahı kimdir? Yenə Qalib Şahdır. Quşlar da bax, gözəl qız. Coşdu o gün sənin tək. Aha, gözəl qız deyə görsəz, düşünməyin ki, burada Saradan danışırsa Saradır. Xeyr, Sara barəsində kimə danışırdı? Sara barəsində kimə danışırdı? Səsli qıza danışırdı. Ona görə Sara barəsində danışır, doğrudur. Başlayıb danışacaq, daha doğrusu danışmayıbdır. Sara barəsində danışmaq üçün əvvəlcə onun ölkəsi barəsində məlumat verir, ölkənin başına gətirilənlər barəsində məlumat verir və həmin hissədə də sanki danışarkən qaydı var bir səsli qızla söhbət edir ki, gözəl qız söhbət edir deyəndə onunla danışdığını biz hiss edirik, amma onun nitqini görmürük səsli qızın. Nə səsini, mahnı oxumağını görmürük, nə də ümumiyyətlə nitqini görmürük. Coşdu o gün sənin tək. Bu nəyə bənzəyir? Sultan Səncər və Qarıda. Qarı danışır, amma Sultan Səncər nitqi yoxdur. Onlar da sərdi durdu, yollara səsdən ipək. Bütün şəhər silkinib, əsər qoymadı. Pasdan pas nədir? Dərdqəm. Yəni yas. Dünənki Matəmhanı doğrudan çıxdı yasdan. Deyir, Matəmhanı bəs dünən ölmüşdü bunlar. Hani yasdan çıxdılar, nə tez çıxdılar deyir. Düşmən şahın gəlişi qanuni bayram oldu. Qanunu bayram olan nə idi? Düşmən şahın gəlişi. Bir çox dərdli ürəklər qanlı sevinclə doldu. Qəribə şeydir insan. Al əlindən canını istəyirsən, bax bu testlərdə salınır. İnsandakı qəribə xüsusiyyətə diqqət çəkilir ki, nə idi bu qəribə xüsusiyyət? Gəlin baxaq, bax bu hissəni alıram. Çərçivəyə səbəb də budur. Deyir, qəribə şeydir ki, deyir, onun əlindən al canını, istəyirsən ovucla, hortla taxan qanını, qoparıb əz qəlbini, əylən çırpınmasıyla, sürükləyib yerlərdə beyninin bağasıyla, heç baxma istəyirsən, saflığa, günaha əz, bir yırtıcı cəllad ol, doğra parça-parça kəs, qadınsa tut boğunun, qan qusan fəryadını, qoy çıxarsın yadından sevdiyinin adını, qız saatın döşündə, ləhlət gün qızmarında. Bax, bu gün qızmarında olan nə idi? Qız sözüylə qızmar sözün yadda saxlayın. Onlar da salar ki, qızı nə cür cəzalandırır, qadını nə cür cəzalandırır. Qızsa günün qızmarında, atın döşündə, gün qızmarında ləhlət. Qadınsa sevdiyini unutsun. Qadın, sevdiyi, qadındı, sevdiyi. Belə yadda saxlayın. Aha. Ləhlət gün qızmarında. Gəlin səhərraca qoy əsirlər bazarında. Sonra çəkil uzaqdan. Deməli, gəlin səni ilə hərraca qoy deyir. Əsirlər bazarında. Sonra çəkil uzaqdan məğrur baxışla bir bax. Görəcəksən ölənlər baldırında bağırsaq. Baldırında bağırsaq buradadır. Baldırı yaralanan kim idi? Bəs Xəzangül idi. Sənin qanlı əlində intiqam əsərində.
bitməz qüvvət vardı ya, hazırdır bağışlayıb dadsız gülməyə. Testlərdə salınan hissə. Yəni insanda qəribə bir xüsusiyyət var. Yaşamaq üçün hər şey eləyə bilən bir məxluqatdır, onu demək istəyir müəllif ki, yəni söz yoxu bütün insanlara aid deyil. İnsan var ki, belə deyək də dözür hər bir şeyə, qürurlu şəkildə də ölür. Lakin insanların böyük qismi həqiqətən də yaşamaq üçün, bir saniyə belə artıq yaşamaq üçün, yəni görün nələr eləyir. Burada da müəllifin əslində belə deyək də insandakı qəribə xislətə diqqət çəkdiyini görürük ki, yəni hər cür cəzalansa belə dadsız güləcəkdir ki, nədi yaşasın. Qırdırdın mı bir kərə, qəhrəman olacaqsan, düşəcəksən dillərə. Keçmişdə coşmayırdı məzlumun qanlı kini. O zamanlar güc idi xalqın yeganə dini. Baxın bu hissəyə nə demək istəyir müəllif? İnsanlar Allaha sığınırdılar və Allahdan pənah gözləyirdilər. Allah məsəl üçün müəyyən təbəqə insanlar var ki, yenə də belədilər. İstənilən qədər onları cəzalandır. Yenə də Allaha sığınacaqdılar ki, oturub gözləyəcəkdilər ki, Allah onların hər bir belə deyək problemini həll eləyəcəkdi. Yəni gör nə deyir burada? Məzlumun qanlı kini, yəni keçmişdə o zamanlar güc olan nə idi? O zamanlar məzlum insanların qanlı kini, güc idi nə? Xalqın yeganə dini. Dini öz əllərində pənah tuturdular ki, gün gələcək Allah da bizi cəzalandırdığı kimi onların cəzasını verəcək. Yəni zalimlərin cəzasını veriləcək. Belə bir xüsusiyyəti biz harda görürük? Zeybək qızında görürük. Orada Mithət Əfəndinin atası belə idi, Münir bəy. O bu belə idi. Oturub gözləyirdi ki, yəni Allah hər şeyi belə deyək də xurafatçı birisi idi əslində. Yəni oturub gözləyirdi ki, Allah Taala bunun hər bir şeyini həll eləyəcəkdir. Vuruşmaq, döyüşmək lazım deyil. Hətta oğluna da gedərkən qoymurdu, görür ki, orada da. Yəni burada da insanlar o zamanlar dinə sığınırdılar. Oturub gözləyirdilər ki, din hər şeyi, yəni Allah Taala hər şeyi həll eləyəcəkdir. Daha mübarizə aparmırdılar. Keçmişdən söhbət aparır. Görürsüz, orada məğlub oldular və ondan sonra artıq biz onların yenidən nələr etdiyini görmürük. Əslində müəllif deyir ki, keçmişdə yəni belə idi. Amma ümumilikdə götürəndə isə axı onlar mübarizə aparmışlar. Bunu da dana bilmərik. Mübarizə aparırlar, sadəcə məğlub olurlar. Aha, səyirdərək darğalar, sağa sola atını, seçdilər əhalinin yoxsulunu, tatını, şah keçəcək yolları kirlətməsinlər deyə. Burada nəyi görürük biz? Deməli, hazırlıq görülür ki, artıq qalib şah gələcəkdir və neyniyirlər? Yoxsulu tatı, kasıbları neyniyirlər? Şah keçəcək yollardan arxaya yığacaqdılar. İndi gəlin, baxaq. Kirlətməsinlər deyə yolçularla yanaşı qovdular dal cərgəyə, arxaya keçirdilər. Ordu trəndazları girdilər illik bağa, çalışdılar qalmasın ağacda bircə qarğa. Bax burada ağacda bir dənə də qarğa qalmasın deyə ağacı neyniyirlər? Qarğaları götürürlər buradan. Qarğanı bir də harda görmüşdük. Biz Nurəddin hekayəsində görmüşdük ki, orada deməli qarğalar var ağacın başında. Hətta qarğalar səs edir deyə Cənnətəli orada görür ki, Nurəddin ağacın başındadır. Saçaqlı xalılarla bəzəndi bağlı çarşı testlərinin ən çox salınanı. Bax burada görəcəksiniz, saçaqlı xalıları gördünüz. Bağlı çarşı necə bəzənir? Saçaqlı xalılarla. Yerə xalılar sərilirmi? Bəli, bunu götürün. Testlərdə görəndə çaşmayın. Saçaqlı xalı sərilib yerə. Bayraqlı minarələr yüksəldi. Göyə qarşı gördünüz, bayraqlı minarələr də yüksəlir. Kəlisa qülləsində çalındı zorba çanlar. Testlərdə canlar deyir, amma canlar yox, çanlar götürün. Bəli, çalınır. Bax bunları bircə dəqiqə bax gördünüz. Saçaqlı xallarla bəzədildi. Bayraqlı minarələr göyə qarşı yüksəlir. Sonra zorba çanlar çalınır. Mədən də zordan anlar. Danqırtı ilə ötdü çan, hazırlandı baş keşiş. Məscid heyətində də, deməli harda hazırlanırlar? Məscidin heyətində. Təmizləyib oraları, baxaq. Eyni ilə canlandı iş, danışdı Şişman Xoca 3 saatdan yuxarı. Deməli Şişman Xoca nə qədər danışır? 3 saatdan yuxarı hazır qıldı beyətə mömin müsəlmanları. Xaççı ilə keşiş çıxdı, məzhəf ilə şeyxana çıxdılar istiqbala. Xaçla məzhəf yan-yana, deməli bir keşiş, bir də xoca. Xoca və keşiş çıxırlar. Xoca, bir də keşiş. Gəlin baxaq. Xaçla məzhəf yan-yana, əllərində sürs təsbih, gümüşlü buxurdanlar, nazlanaraq səkirdi haqdan qaçan insanlar. Damağı çağ, kefi kök, qarnı tox tacirbaşı. Testlərdə çalınır. Damağı çağ, kefi kök olan kim idi? Tacirbaşı idi. Dingildəyib gedirdi şeyxlərlə yanaşı. İnsan əlindən yerə düşməzdi iynə atsan. Yalnız küçələr deyil, evlər gətirdi insan. Dırmaşmışdı uşaqlar maskallı divarlara. Boylanıb dururdular, ürkək, zəif, avara. Xeyli sayda insan çıxıbdı bu şahın gəlişinə. Hətta deyir, insan o qədərdir ki, yerinə atsan düşmür. İnsanın çoxluğunu təsvir etmək üçün
Bax belə deməli təsvir olunubdur. Dam üstündə qızların, solğun dodaqlarında, boylanan gəlinlərin ıslaq yanaqlarında. Deməli qızlar, qadınlar, gəlinlər də baxırdılar. Solan hüznün yerində indi vardır bir maraq. Nə çiçəklər getirir bu qan qoxulu torpaq. Sayılırkən əvvəldən bir ölkənin pənahı. Ölkənin pənahı nə ola bilər? Əlbəttə ki, məğlub şah. Ölkənin pənahı şahı olar da. Qarışmışdı xalqına ölkənin məğlub şahı. Şahın bugün ağır daş asılmışdı boynundan, çıxmayırdı əlləri xələtinin qoynundan. Keçən gündə edərkən o Allah iddiası. İndi bu son cəlala kəsildi durdu ası. Gir yerə ey padişah. Bax testlərdə verir. Məğlub şah barəsində bu sözləri deyən kimdir? Yadınızda qalsın. Müəllifin nitqidir bu. Götürüb daha kiminsə barəsində deməyin bunu. Müəllif nitqidir bu. Gir yerə ey padişah. Sənin bu boş başından nələr çəkdi məmləkət. Bir soruş göz yaşından. Açıldı bayraqlar, çalındı boru. Fələk görməmişdi bu vur-havuru. Yəni elə bir vur-havuru idi, hazırlığı idi ki, toz ərşə dayandı, göy dumanlandı, torpaq şaha qalxdı, toz da canlandı. Qıvrıla-qıvrıla boz bir əjdaha gəlirdi salama. Büzülmüş şaha. Deməli, büzülmüş şah kim idi bəs? Məğlub şah idi. Böyüdü, canlandı, donuq nöqtələr. Onlar atlılardır, nöqtə nə gəzər. Biraz yaxşı dinlə, hey qıya bir bax. Dörd nala gəlirlər, atlar çaparaq. Düşmənin də olsa bax biraz əylən, özləri getdir, atları köhlən. Düşmən də olsalar deyir, onları getdi. Atları da köhləndi. Bəs kəhər at kimin idi? Kəhər at Qurbanəlinin idi. Qurbanəlinin. Orada da ağ at kimin idi? Ağ at kimin idi? Naçalnikin idi. Özləri getdir, atları köhlən. Olunca kefin kök, yollar da həm var, qızışmış atlarda başqa ləzzət var. O gün doğrudan da coşmuşdu atlar, uçaraq yetişdi 40-50 çapar. Deməli, 40-50 dənə çapar, el qarğamış kimi idi, məğlub şah idi. Çünki el onu qarğıyacaq da, düzgün əməlli hökümdar deyildi heç o. Dedilər yoldadır Gərduni şah, testlərdə salır. Gərduni şah kimdir? Qalib şahdır. Qastı məğlub şahın bəti bənizi, coşdu dalğalandı insan dənizi. İstidən bayla, dərddən boğla, birdən bütün başlar çevrildi yola. Niyə çevrilir? Qalib şahı gözləyirdilər. Gözlər qıyılaraq qaşlar çatıldı, qələnin burcunda toplar atıldı. Bəzəkli qurbanlar sərildi yerə, parladı bıçaqlar tək bircə kərə. Əvvəl bir sızıltı, sonra təpinmə, dinmə yazıq heyvan ölsən də dinmə, çevrilmiş gözünlə yollara bir bax. Burada görəcəksiniz çevrilmiş gözü ilə yola baxan nə Arqun deyil, nə də ki başqa bir insan deyil, nə məğlub şah deyil, nə Sara deyil, nə səsli qız deyil. Bu deməli qurbanlar olacaq, kəsilən qurbanlar olacaq. Gəlin baxaq. Aha. Yəni heyvanı nəzərdə tutur. Bu gələn Gərdunə uğursuz qonaq kim idi? Əlbəttə ki, yenə də Qalib şah olacaqdır. Bilirsənmi qan? Heyvan qanı içər. İçməyə qan istər, olmasa insan, bax belə alqışla çırpınıb dur da, sənin də payın var bu vurhavurda, belə bir cəlalı görməmisən sən, qabaqda qıratın üstündə gələn, o seyrək saqqallı buxağı salla, 7 tuğ ardınca gələn cəlalla. Deməli, 7 tuğ sözünə fikir verin, irəlidə sizə 5 tuğ kimi də görəcəksiniz kimi vəziri. Əgər sizə desə ki, 5 tuğ kimi idi, vəziri idi, 7 tuğ kimi idi, əlbəttə ki, bu Qalib şah idi. Qıratın üstündə gələn təsvir olunan kim idi? Qıratın üstündə kim gələr? Əlbəttə ki, Gərduni şah, uğursuz şah, Qalib şah olacaqdı. O seyrək saqqallı buxağı salla, 7 tuğ ardınca gələn cəlalla. O qanlı şərabdan doymayan xaqan səndən qan istəyir, bilirsənmi? Qan nədənsə qatilləri boğmayırmış, göz yaşı gəldi. Uğursuz xaqan əyildi xalqın başı. İndi görəcəksiniz. Əyildi xalqın başı nə zaman əyilir? Uğursuz xaqan gəldiyi zaman. Baxaraq azğın-azğın qan daman gözlərlə ürəkdən məğlub şahın əyləndiyi sözləri ilə məğlub şahın sözlərindən əylənir ki, yəni sən bir zamanlar başqa formadaydın da, yəni Allahlıq iddiası eləyirdin mənasında. Düzdür, Allahlıq iddiası sözünü orada dedik ki, müəllif deyir, amma ümumiyyətlə onun sözləri ilə əylənir. Baxaq görək nə deyir.
Bundan sonra necə olacaq? Qalxdı başlar səzdədən, başlandı çirkin hesab, dodaqlar üzəngidə öpüldü çaxçur corab. Bu corabı biz bir də harda görmüşdük? O qədər əsərdə görürük ki, bu corabı. Corabı görəcəyik harda? Məsəl üçün deyir ki, Qulamgilə getdim, şal salladım, mənə deyir corab bağladılar. Orada bunu Heydər Babaya salamda görürük. Bir, Heydər Babaya salamda görürük. Heydər Babaya salamda görürük. İkincisi harda görürük? Ana bacı toxuyub gətirmişdi. Üçüncüsü Vaqifdə var idi. Vaqifdə Əli bəyin qaynənəsi Əminə deməli corab toxuyub gətirmişdi. Ümumiyyətlə bir çox əsərlərdə var bu. Sonra məsələn dördüncüsünü də elədiyim corab toxuyurdu burada. Bilirsiniz kim? Şəhrabanu. Deməli Misye Jordan da Şəhrabanu da corab toxuyurdu. Əslində çoxdur bunlar. Yəni baxaq görək. Çaxçur corab da elə buradadır. Beşincisi də bunu götürə bilərik. Səsli qızı. Yəni çoxdur. Ümumiyyətlə isə çoxdur. Təmizləyək buranı. Baxaq. Öpüldü çaxçur corab. Samur kürkün ətəyi öpüldükcə marça-març ayini təqdis etdiyi məsəf ilə qızıl xaç. Nə fitvalar çıxardı. Acgözlü yaltaq xoca. Keşişdə xaç çevirdi. Yalan qustu bolluca. Din bir çək uzandınsa həm uzanır bükülür, həm qaynar qətran olur. Qətran qara qatı maddədir. Deməli, qara qatı maddədir. Biz bu qətranı bir də İskəndərnamədə görmüşdük. Boğazlara tökülür, sehirli bir halı var. Haqq çıxarır yalandan, yeni bir fitva tapır. Hər olandan qalandan qalmadı dal cərgədə. Burada da tacir başı, keşiş, xoca bir yerdə durmuşdular yanaşı. Yanaşı duranlar kimdir? Keşiş, xoca, dal cərgədə, hər olandan qalandan qalmadı dal cərgədə. Burada da tacirbaş. Tacirbaşda qarşıya keçir. Əslisi gəldi. Sanki bağrı yanıq Kərəmin. Deməli burada hansı dastanın nümayəndələrinin obrazlarının adını görürük? Əsli və Kərəmin adını görmüş olan bilirik. Edilən dualara ürəkdən dedi amin. Ağsaqqallı bir qoca, bir ehtişam əsiri, uğursuz hökümdarın 5 tuğlu baş vəziri. Bayaq sizə demişdim 7 tuğlu kim idi? Qalib şah idi. 5 tuğlu kim idi? Təbii ki də vəziri idi. Yetirdi məğlub şaha buyruğunu Xaqanın. Xaqanın, yəni Qalib şahın tapşırığını məğlub şaha kim çatdırır? 5 tuğlu baş vəzir. Bax vəzir çatdırır. Malın mülkün bizimdir. Nə deyir ona? Deyir ki, sənin malın mülkün bizimdir. Amanda ancaq canın. Malın mülkünü alacağıq amma canını saxlayacağıq amanda. Yəni sənin canını rahat buraxacağıq, amma deyirsən əgər bunu qəbul etməsən yaxşı olmayacaq heç də sənin üçün. Baxaq görək. Əgər sən deyir qarşı çıxsan bəxtin sönəcək, yəni öldürəcək də səni. Malın mülkün bizimdir, amanda ancaq canın. Qarşı çıxdın Xaqana, tutmadı, söndü baxdın, qılınc çaldıq, qazandıq, bizimdir tac və taxtın. Biz qılınc çalıb qələbə qazanmışıq, sənin taxtın və tacın bizimdir. Yaşasın bağırtısı qopunca hər bir yanına. Bax bu yaşasını harda gördük? Birincisi Oktayıl oğlunda gördükmü? Bəli, görəcəyik orada. Deməli əsərin sonunda Frəngiz səhnəyə çıxarkən, daha doğrusu yaşasın hissələrini görmüş ola bilirik orada. Sonra Azadda var idi mi? Bəli. Deməli orada da deməli Azadın tərəfdaşları, ətrafındakı silahdaşları yaşasın deyir. Azad öldükdən sonra Azərbaycanın yaşaması üçün, ideyalarının yaşaması üçün yaşasın deyir. İkincisi də bunu biz Azadda bir neçə əsərdə görmüyorlar, amma mən indilik ikisinin adını çəkdim. Buranı təmizləyək, baxaq. Qopunca hər bir yandan hərəkət əmri verdi. Lələhli baş komandan, yadınızda qalsın, Lələhli baş komandan kimi təsvir olunan kim idi? Burada çəkək. Əlbəttə ki, bu Lələhli baş komandan kim olacaqdı? Qalib şah olacaq. Dal qılınc rikabdarlar yarıb keçdi irəli, yol açdı Gərdunəyə, bağırışaraq sərsəri. Beləcə əski parça bir çırtmayla atıldı. Əski parça dediyi, yəni köhnə hökümdarın dönəmində olan hakimiyyət bayrağıdır. Bayrağın atılması, qılınclanması biz bir də harda var idi? Deməli Qazan xan evinin yağmalanmasında bunun qardaşı Qaragünə atır düşmən bayrağını yerə. Lakin Uruzun dustaq olduğu boyda isə ana. Bunları yada saxlamaq üçün ana öz oğlu üçün gedib atır. Qaragünə də qardaşı Qazan üçün atır. Bir çırtmayla atıldı. Bütün bu ölkə xalqı çox ucuza satıldı. Yəni çox ucuz satıldı. Qaldı bütün kənarda can verənlər, ölənlər, satışı təsdiq etdi, tox qarınla gülənlər. Axşam çöktü şəhərə. Bir südlü ailə axşam çoxlu xəbər gətirdi, şivənli baylı axşam. Ürkək gəzən kölgələr qorxurkən bir-birindən, göz vurdu yıldızlar da göylərin kəfkirindən, hıçqırdı yer bu doğru. Hıçqırdı yer bu doğru, bir bax ki göy nəhayda, solğun dodaqla güldü, hər dərdə solğun ayda. Ondan gözəl bu zülmü bir can ki görməmişdi, qırğında fırlanarkən ay sanki görməmişdi. Aydan cavab almalı, aç kimsəsiz qalanlar, çaşbaş olub baxırdı aydan sonra qalanlar. Axşam düşüncə sustu, öz yoxluğuyla Allah yerində qaldı, tövşühlü bir yanıq,
töyüşüklü bir yanıq ah. Yoxsullar boğulurkən bu qanlı yaslı vayda, Xaqan dalmışdı eyşə bağlardakı sarayda. Yəni yoxsulların vəziyyəti çətindir bu qanlı yaslı vayda, Xaqan dalmışdı eyşə bağlardakı sarayda. Mərman sütunlu qəsrin sarmaşıqlı eyvanı çıraqlarla bəzənmiş, nurladırdı hər yanı. Çiçəkli köşkü axşam bəzətmişdi əski şah. Deməli Qalib Şahın gəlişi üçün hazırlıq görüb bağlardakı sarayda hazırlıq görən mərmər sütunlu qəsri kim bəzəmişdi? Əlbəttə ki, əski şah. Xaqan demişdi indi, keyf etməmək bir günah. Mənim sadiq vəzirim, gəl baxaq hesaba. Aha, mənim sadiq vəzirim deyir, gəl baxaq bir hesaba, vəzirimin saqqalı boyansın bir şəraba. Baxın, burada bu vəzirimin saqqalı şəraba boyansın deyən budur. Bu, yəni özü belə deyək, keyfdən, işrətdən istəyir ki, vəzirinin saqqalı şəraba boyansın, amma məcburi şəkildə saqqalı şəraba boyanan kim idi? Kəbilə Qasım idi ki, Qurbanəli onun üzərinə şərab tökmüşdü. Bir də şərabı biz harda görürük? İblisdə görürük və onu keşişin göndərdiyini söylüyor. Kim? İblis Arifə verərkən. Arif əslində su istəyirdi. Ən birinci onun rakı verir, sonra rakı verir yox, əl atır və onun içərisindəki rakı olur. Sonra isə şərabı götürür. Şərabı da verir kim? İblis verir onu və deyir ki, bunu sənin üçün keşiş göndəribdi. Bax beləcə güləndamlı saqilər, dad qatınca kəlamə, yaşıl çarşaf sərvələr dikildilər səlamə. Uçuşdu rəqqasələr, baş vəzir əl çalınca, mərmər döşləri üryan, baldırlar da yalınca. Bax baldırı burada da gördük. Atıldı nazlı qızlar, töküldü tellər üzə. Min yerdən can deyildi, hər axan süzgün gözə. Gülərkən gül üzlü qız, minalı güllü qabda, billur ayaqda coşdu. Aha, baxaq görək, billur ayaqda coşdu. Dünya görən şərab da dumanlandı beyinlər, süzüldü gözlər tamam, əl ayaqlar göynədi, əzildi sözlər tamam, çıxardı sanki yaddan axıtdığı qanları, səvərdi sayğısızca ordu komandanları, xumarlandı gözləri çıplaq qadınların da. Bax burada sadəcə belə deyək də, işrətə dalan sadəcə bu hökümdar və yaxud da ki, onun ətrafındakılar deyil, elə qadınlar da deməli xumarlanır. Sərildilər yerlərə, Xaqanın yanlarında yüksəldi. Hər tərəfdən şəhvətli kirli səslər. Alınlarda dolandı ölüm iyili nəfəslər. Göründü şəhvət açıq. Bax bu qadınların təsviri ki var. Bax bu necə deyək? Bax bu gözəl qadınların olması, açıq saçıq olmaları falan. Bax bunları biz İskəndərnamədə də görəcəyik. Hətta orada İskəndərnamədə görürük ki, deməli Qıpçaq gözəlləri idi ki, hətta İskəndər o Qıpçaq gözəllərinin ağsaqqalları, Qıpçaq ağsaqqallarına deyir ki, bəs olmaz da belə bu qadınların üz gözləri örtülməlidir ki, həm qadının üz göz ona görə örtülməlidir ki, özünün namusunu qoruması üçün, həm də yoldaşı üçün da, yəni belə deyək də yoldaşın belə deyək, özünü ona görə qorumalıdır ki, digər kənar şəxsin onu toxunmaması üçün, bir də yoldaşının namusunu qoruması üçün. Amma Qıpçaq ağsaqqalları İskəndərə belə bir cavab vermişdi ki, orada, yəni sən deyir öz gözünü bağla, qadının örtülü olması günah deyil. Belə günahdır. Yəni qadın örtülü olmalı deyil, açıq olmalıdır üzü. Sən öz gözlərini bağla. Bizdə qanun yoxdur ki, qadın özünü örtsün. Sən öz gözlərini bağla. Buradan da ki, baxın sizə Vaqifdir, amından deyim. Vaqif də gəlinin üzünün örtülü olmasını qəbul etməmişdi. Və demişdi ki, ayın qabağı götür üzündən duvağı açılsın ayın qabağı deyə, bax belə demişdi Vaqif dramında da bunu görürdük. Yəni qadının üzünün örtülməsini Vaqif dramında da Vaqifin qəbul etmədiyini, eyni zamanda Qıpçaq ağsaqqallarının da qəbul etmədiyini, qadının üzünün örtülməsini deməli oxşar kimi götürə bilərik. Burada da qadınların açıq saçıq olmasını görürük və eyni zamanda da deməli Qıpçaq gözəllərinin açıq saçıq olduğunu görə bilərik. İskəndərnamədə İskəndər buna çarə olaraq nə etmişdi? Bəlinasda demişdi ki, bir çarə, bir tədbir gör. Bəlinasda nə etmişdi? Deməli o üzü örtülü qadın heykəli yaratmışdı və Qıpçaq çölündə qoymuşdu. Bundan sonra Qıpçaq gözəlləri bunu görərək üz gözlərini örtmüşdülər. Yəni deməli əlaqələndirmə aparıram ki, oradakı qadınlar da belədir. Sadəcə onlara çarə tapılır. Buradakı isə deməli təbii ki, şahın hissə ilə gəlmişdi və bunların üz gözlərini örtməsi heç mümkün də değildi. Gəlin baxaq. Xaqanın yanlarında yüksəldi hər tərəfdən şəhvətli kirli səslər. Alınlarda dolandı ölüm iyili nəfəslər. Göründü şəhvət açıq Xaqanın sözlərində. Ədəbsizlik qabardı bərəlmiş gözlərində. Qaçışın yazıq qızlar. Boğsunlar ölüm barı. Yox, ölüm dadlı isə oynayın gülüm barı. Ölüm dadlıdsa deyir oynayın gülüm barı. Bu axşam səs çıxarmaq deyil həddi kimsənin. Günahın ondadır ki adın qadındır sənin, yəni dözməlisən nə olur olsun. Elə isə durmadan, dincəlmədən çal, çağır, batdı mı gözəl səsin, bağır deyirlər, bağır. Yəni o qədər oxu ki, səsin batsın. Yox, oxu, çal, oyna, səsin batarsa da bağır. Çünki sənə deyirlər bağır. Ey süzən qumral qadın, yazıqsan süzmə belə, qurtarış yoxdur sənə, canını özmə belə. Yəni deyir ki, nə edirsən elə, nə qədər can qoyursan qoy, sənin üçün qurtuluş yoxdur.
Göstərdilər Xaqana kəsmə telli bir qızı. Dedilər ki, bu Sara ölkəmizin yıldızı. Deməli onu satanlar, Saranı satanlar kim idi? Elə öz ölkəsinin insanları idi. Belə yüksək təbəqə nümayəndələri də əslində fərqi yox, qoy süzülsün. Bax görürsüz, satqınçılıq eləyirlər Saranın insanları. Yüksək təbəqə nümayəndələri satqınçılıq eləyirlər, düzdür? Biz bir də bunu gördük harda? Vaqif dramında şeyx də satılmışdı. Qacara gedir, satılır İbrahimin yanından. Artıq görür İbrahim batıbdı, özü qatır Qacarın yanına. Baxsın belə dərindən, nə anlar sərxoş baxır Saranın gözlərinə. Yəni sən nə qədər baxırsan bax, fərqi yox, qoy süzülsün, baxsın belə dərindən. Nə anlar sərxoş baxır Saranın gözlərindən. Yəni nə qədər Saranın gözlərindəki dərinliyin, gözlərinin dərinliyindəki mənanı filan deyir ki, yəni o başa düşə biləcək bir insan deyil. Çünki onun ruhunda onu başa düşəcək bir xüsusiyyət yoxdur. Yəni o elə bir insandır ki, onu başa düşə bilməyəcək. Kim ki Saranı gördü, çəkdi xeyli yanıq ah. Bir şey qanmadı ondan, o qəlbi kör padişah. Qəlbi kör padişah kim idi? Burada bizə testlərdə salar əlbəttə ki, qalib şah idi. O qızıl gül damlayan, meyli dodaqlarında pəmbə rəngi qızardan, pəmbə yanaqlarında hər dəfə çağrılanda, ürkək gəlişlərində, qorxusundan ağaran o incə dişlərində, fikri dərinləşdirən qıvırcıq saçlarında, baxın burada. Qıvırcıq saçı gördünüz. Qıvırcıq saç kim idi? Saranlı idi. Bir də kimin idi? Səsli qızında. Yəni ortaq xüsusiyyət kimi salsa ki, hər ikisinin saçı qıvırcıqdırmı? Bəli, indi sonda görəcəyik ki, səsli qızın da saçı qıvırcıqdır. Qüdrətin qələmi ilə çəkilmiş qaşlarında, dolğun döşdən qabarmış tövşühlü sinəsində, dünyanı alt-üst edən canlı billur səsində, parlayan aləmləri, anlarmı qan içənlər, nə bilir çiçək nədir, kör gəlib kör keçənlər, kar olanlar dünyanın mənasız hayhuyundan, nə anlardı Saranın orta oynaq boyundan, donuq bir şey göründü, duyğusuz padişaha, oxusun əmri çıxdı, Sara coşdu, bir daha can verən sərxoş gecə. Təmizləyək buranı bircə dəqiqə. Ölürkən yorğun əzgin coşdu qızın səsində, ölkədə qaynayan kin, testlərindən çox salınan suallarından biri. Qızın səsində nə var, ölkədə qaynayan kim var? Boş yerə bir ölkənin haqsızca axan qanı Saranın dodağında canlandı oldu. Mahnı, ölkədə baş verən hadisələri biz harda görürük? Saranın şərqisində görürük. Şərqi belə idi. Baxaq, mən ki səndən doymamışdım, quş qonmağa qoymamışam. Bir almanı soymam, mən ki səndən doymamışam. Quş qonmağa qoymamışam, bir almanı soymamışam. Kimsə nə kəc baxdı bağlar. Kəc baxmaq, yəni belə deyək də yaxşı baxmamaq, pis gözlə baxmaq mənasında. Bağçalarda qırmızı nar. Burada həm ölkədə qaynayan kini görürük, həm də ölkənin özünün belə deyək də təbiətini görmüş olacağıq. Bağçalarda qırmızı nar, qırmızı qan güllərim var. Narın rəngi ilə qırmızı qan güllərim var. Yəni sənin başına gələnlərin təsviri var da bu ölkənin. İyləməyə doymamış yar. İyləməyə doymamış yar deyəndə nəyə nəzərdə tutur? Saranın nişanlısı Arqun deməli ölmüşdü və ölərkən də qəti şəkildə yadınızda saxlayın. Sara Arqunu görməmişdi. Gəldi şimşək çaxdı bağlar. Yar iyləməyə doymamış şimşək çaxdı. Yəni müharibə oldu və Arqun öldü. Qazlarının boynu bükük, ördəyinə can ağır yük. Qazlarının boynu bükükdür, ördəyinə can ağır yükdür. Çaldı şahmar tozladı tük, görünə qanlar axdı bağlar. Darğınam mən belə baxda. Yəni mən belə bəxtdən narahatam. Ürəyim qan laxta-laxta. Bax ki kimlər çıxdı taxta. Bax gör kimlər taxta çıxıbdı. Yəni qalib şahın gəlişini deyir bu. Kimdi? Küstü kimin baxdı bağlar. Kimin baxdı? Deyir küstü. Çıxmamış gün atmamışdan qanlı bir toz qalxdı yoldan. Qoç igidlər oldu qoldan qanlı kəfən taxdı bağlar. Nədir səndə bu qüvvət? Susturur aslanları, bəzən düşündürür də qan içən insanları. Sara susunca Xaqan xırlayıb bağırdı. Hey, mən Saranın əlindən istərəm bir qədər mey. Bax, yadınızda qalsın. Biz testlərdə görsə ki, məsəl üçün deyəcəkdir ki, Saranın əlindən mey içir, ondan sonra Sara bağlar şeirini oxuyur. Xeyr. Əvvəlcə oxuyur, sonra onun əlinə mey içmək istəyir. Bunu da necə yadda saxlayırıq? Mey içir ki, o zaman Sara onu öldürür. Ondan sonra da durub mahnı oxuyacaqdı ki, xeyr, mahnını əvvəlcə oxuyur ki, sonra meyi içir, daha doğrusu verir ona və o da içir, onu da öldürür. İstərəm bir qədər mey. Deməli, meyi istəyən şahın özü olur. Məsələn, testlərdə salar ki, Saranın özü onu öldürmək məqsədilə gətirib ona mey təklif edir. Xeyr, bu yanlış olacaqdır. Çünki Sara deyil, şahın özü onun əlinə mey içmək istəyirəm deyirdi. Bir oxla ayrılmışdı Sara nişanlısından. Artıq burada başlayıb bizə Sara barəsində məlumat verir və deyir ki, Sara nişanlısından bir oxla ayrılmışdı. Düşündü, intiqam al, gəl onun qanlısından. Bu intiqam biz harda görürdük? İblis dramında, İblis faciəsində görəcəyik biz bunu. Orada da intiqam istəyənlər kim idi? Rənanın məqbul babasının xəyalı, deməli, Teyfi idi, sonra Xavərin xəyalı idi, sonra Xavərin babası
Qoca var idi. Qocanın ixtiyarın dilindən verilir intiqam. Yəni elə iblisin özünün dilindən intiqamı görmüş ola bilirik. Bir də intiqam əsərində elə Xəzəngülün özü intiqam alırdı, amma intiqam nitqini biz onun dilində görmüş olmuruq. Gəl onun qanlısından. Arqunu görməmişdi son nəfəsdə gülərkən. Testlərin ən vacib suallarından biri ki, bəs deyir Arqun ona deməli vəsiyyət etmişdi. Xeyr, Arqunun vəsiyyətini falan görmürük. Arqun ölərkən heç onu görməmişdi. Son nəfəsdə gülərkən indi görmək istədi cəlladını ölərkən. Arqun ölərkən onu görməyibdi, amma cəlladını, yəni Arqunu öldürəni öldürmək istəyir, görmək istəyir son nəfəsdə. Fırlatdı bir qəhqəhə, çılğınca qalxdı birdən. Gülür. Saranın güldüyünü biz görmüş ola bilirikmi? Əlbəttə ki, Saranın güldüyünü görürük. Fırlatdı bir qəhqəhə. Deməli, Sara gülürmü? Bəli, gülür. Aha. Arqun, sən olmadıqca. Yaşayaram necə mən? Arqun, yetiş hardasan? Qaldır məni qolumdan. Qurtarım öz yurdumu həqarətdən, zülümdən. Sara süzdü bir dəfə. Xaqan mırlandı. Bəh. Sara süzdü bir daha. Əlində gülgün qədəh, deməli. Sara süzdü bir dəfə. Xaqan mırlandı. Bax, bu süzdü rəqs eləmək olacaqdı da, düzdürmü? Süzdü. Bəli. Deməli, Sara süzürmü? Süzür. Saranın qəhqəhə atdığını görürükmü? Bəli, Sara qəhqəhə atır, gülür yəni. Bax, testlərdə ki, salar ki, Sara gülür, səhv götürməyin. Düşünə bilərsiniz ki, kədərli deyə ağlayır. Xeyr, yalandan da olsa gülməli idi. Ən azından bir fikirləşin ki, məcburi şəkildə güldürülənlərdən biri də elə Sara ola bilərdi da. Düzdür, burada onu məcburi ilə güldürən yox idi, amma özü yaranmış vəziyyətə görə gülür ki, qisasını almaq məqsədi ilə də. Gülürmü? Bəli, gülür. Süzdümü? Bəli, süzür. Süzmək burada şərab süzmək götürməyin. Çünki o süzüfdür ki, Xaqan mırlanıb bəhbə deyib də, düzdür. Sonra süzməyi meyi də süzür. Bəli, indi görəcəyik onu da. Əlində gülgün qədəh, rəqqasələr də qalxıb başlayınca süzməyə, iti bir hərəkətlə zəhər qatdı qızməyə. Testlərdə salar ki, rəqqasələr süzdü, Sara süzmədi. Xeyr. Bax, burada görürsünüz. Burada süzmək oynamaq mənasında olduğu kimi, məhz burada da süzmək oynamaq mənasında olacaq. Sara oynayırmı? Bəli. Sara qəhqəhə atırmı? Bəli. Yaranmış vəziyyətə görə. Yoxsa belə özünün heç də kefi deyildi ki, o durub oynayan. İti bir hərəkətlə zəhər qatdı qızməyə. Nə zaman rəqqasələr oynamağa başlayanda, yəni oynayırlar. Belə deyə, sanki belə düşünün ki, şahın gözünün qarşısı tutulur ki, bu da zəhər tökə bilir. Ətrafdakilərin də gözünün qarşısı tutulur ki, bu da zəhər tökə bilir. Zəhər qatdı qızməyə. Bax, bu testlərdə salınır ki, Sara tədbirli idimi? Bəli, tədbirli birisi idi. Niyə zəhər gətirmişdi özü ilə? İndi onun halını güzdür gətirmək dilə. Ürək çarpıntısından çapçılandı mey belə, qadınlıq qorxusundan yarıldı gülgün dodaq. Qorxan obrazlarımız kimlər idi? Qadın obrazlarımız yarıldı gülgün dodaq. Qadın idi da, yarıldı dodağı partlayır burada bunu. Xəzangül də qorxmuşdu, amma Xəzangülə tədbirli deyə bilmərik. Niyə? Çünki Xəzangül məsəl üçün o bilməli idi ki, ölkədə çətin bir vəziyyətdə o ən azından özünə hər hansı bir silahı götürüb yanında saxlaya bilərdi, amma Xəzangüldə bu şey yox idi. Lakin burada Saranı biz tədbirli kimi götürə bilərik. Yarıldı gülgün dodaq. Yanaşdı titrəyişlə düşmən şaha bir sayaq qansız dodaqları ilə öpdü şahın əlindən. Öpürmü şahın əlindən? Bəli, testlərin suallarından birinin də cavabı bax buradadır. Şahın əlindən öpürmü? Bəli, əl öpənlər bir də kim idi? Ariflə Rəna iblisin əlindən öpmüşdü. Bir də şair dodaqları da öpmüşdü ananın öyüdündə qadının əlindən. Buyursun padişahım zorla çıxdı dilindən. Şahla danışırmı? Bəli, ona qarşı nitqi var və deyir ki, buyursun padişahım zorla çıxdı dilindən. Sən çoxdan içməliydin bu gülgün zəhri ey şah. Şahmarı sağ buraxmaq, öldürməmək bir günah. Bax, burada Sara bunu nə zaman deyir? Şaha meyi verəndən sonra artıq bunu deyir. Doğrudur xalqın sözü. Qanlıyı qan tutarmış. Bəzən də bir içim su bax. Toyla vay qardaşdır. Atalar sözün gördük. Düzdürmü? Bir də burada nəyə görürük? Qanlını qan tutarmış. Yəni özü neyirdi? İnsanlara zulm eləyirdi və elə qanlını da nə tutdu? Qan tutdu. Qanlını qan tutarmış. Aha. Bir də bax burada görürsünüz, deyir ki, şahmarı sağ buraxmaq, öldürməmək bir günah. Bir də hər qızıl xəzinə bir şahmar imiş. Bu bilirsiniz hansı əsərdə var? Vaqif dramında var. Səməd Vurğunun Vaqif dramında bunu Xuraman deyir. Hər qızıl xəzinə bir şahmar imiş. Yəni mən deyir qızıl xəzinəyə inandım, amma şahmar imiş. O da nə ilə bağlı deyir? Yəni İbrahim xan axı onu allatmış olur. Belə deyək,
qarı ilə deməli orada şeyx gəlib onu yola gətirmişdi də, o zaman görmüş oluruq. Bir də əzildi Şahmarın zəhərli başı, dağıdın sarayı bütün daş qaşı. Bunu da yenə Vaqif dramında görürük və Eldarın dilindən görmüş olan bilirik. Bəzən real ilanı da harda görürük. Orada Həsən Alının dabanın arxasından çalmış deyə deməli Firidunda gələcək gündə. Bəzən də bir içim su əjdahanı boğarmış. Şahı ölmüş görəndə açılan gülgün səhər. Qarışdı məclis bütün, qaçışdı rəqqasələr. Səs küy yayıldı şəhərə, çatdı başsız bir ordu. Bir sərçə çıxdı birdən, qaçırtdı qanlı qurdu. Bir sərçə çıxdı birdən, qaçırtdı qanlı qurdu. Bax, bu nə deməkdir? Sərçənin çıxıb qanlı qurdu qaçırtması. Sərçə kim ola bilərdi? Sar ola bilərdi. Yəni, zəif bir qadındır da, əslində gör qanlı qurddan nə qədər zəifdir o. Qanlı qurd deyə nəzərdə tutulanda kim olacaqdı? Bax, deyər ki, qanlı qurda bənzədir. Bəli, bunu cavab kimi götürünürsünüz. Bax, görün nə deyir qanlı qurd deyir. Qanlı qurd kim idi? Əlbəttə ki, burada Qalib Şah idi. Ayaqlandı bütün xalq, arvad uşaq qocalar çarpışdı son gücü ilə. Şahı ölmüş görürlər nə zaman? Açılan gülgün səhər. Yəni, baş vermiş hadisənin səhərisi görürlər də ki, şah ölübdür. Aha. Baxaq. Düşmən oldu tarimar, bir qızın hümməti ilə qurtarıldı bir ölkə. Bir ölkə bir qızın hümməti ilə qurtarıldı. Yəni, Sara səbəbkar oldu. Az çəkmədən qan ilə yuyuldu iyrənc ləkə. Gözəl qız həmin ölkə. Baxın, burada gördünüz. Bax, bu gözəl qız. Bunların hamısı səsli qızdır. Konkret bilin. Burada Sara barəsində danışır səsli qıza və danışdı qutardı, düzdür? Yenə qayıdacaq səsli qıza sözünü deməyə də. İndi yenə qayıtdı səsli qıza. Burada gözəl qız kim oldu? Səsli qız oldu. Gəlin, baxaq, həmin ölkə. Dustaqdan azad oldu, Sara adı xalq üçün ən sevimli ad oldu. İlk qüvvəti o qızdan alırmış hər sənətkar. Sənətkarlar qüvvəti kimdən alırmış? Saradan. Hər bucaqda Saranın mərmərdən heykəli var. Bax, burada mərmərdən heykəli gördünüzmü? Bayaqları mən sizə demişdim, qadın heykəlini bir də harda gördük? İskəndərnamə poemasında Bəlinasın deməli təklifi ilə irəli yürütdüyü fikirlə İskəndər Qıpçaq çöllərində mərmərdən yox, ümumiyyətlə qadın heykəli qoymuşdu da örpəkli qadın heykəli idi. Bir də bu var idi, mən bizim anları günəşə tən tuturamda, deyir, anılara heykəl uzatmaq istəyirəm. Təbii ki, o əsər bizə düşmədiyinə görə ümumiyyətlə heç onu xatırlamağa dəyməz. Azadlıq eşidincə gülümsəmə belə şad, Saranın məmləkəti köhnə mənada azad. Köhnə mənada azad deyəndə nə demək istəyirdi? Yəni, Məğlub Şahın dönəmindəki kimi. Çünki həmin dönəmdə necə idi? Gülmək qadağan olunmuşdu. Yəni, orada da o qədər azad deyildilər. Sadəcə belə deyə bilərik. Qalib Şah gəldi, bunların, belə deyək, daxili azadlıqları da əlindən alındı. Xarici azadlıqları da əlindən alındı. Məğlub Şahın dönəmində isə ümumiyyətlə bunların elə daxili azadlıqları da yox idi. Yəni, Məğlub Şahın dönəmində də vəziyyət gərgin idi. Sadəcə belə deyək də, heç olmasa yerli şah tərəfindən əzilirdilər. Belə deyək, vəziyyətləri gərgin idi. Amma indi biri var yerli şah, biri də var kənardan gəlmə. Əlbəttə ki, daha ağırlaşmış bir vəziyyət olur da onda. Onda hər şey asılı qan içən bir kraldan. O zaman deyir, hər şey qan içən bir kraldan asılı idi. Sonra orada hürriyyəti baftalı generaldan. Testlərin ən çox düşən suallarından biri hürriyyət kimdən sorulur? Orada baftalı general. Baftal burada vəzifədir. Özgəyə can vermədə hürriyyətin barını tox qarınlar dərmədə. Azadlığın hürriyyət azadlıq deməkdir də. Yəni onun dadını tox qarınlar görmədə. Yenə də yüksək vəzifədə olanlar görür onun dadını, ləzzətini. Aşağı təbəqə yenə də istismar olunurdu. Sən ancaq istibdad zülm deməkdir. Eşitmisən adını. Bax, alnımda izi var. Görmüşəm mən dadını. Bax, müəllifin həyatının işarətlər var idimi? Əlbəttə ki, var idi. Əvvəldə də mən demişdim, indi də deyirəm ki, sonda deyir ki, mənim alnımda izi var. Mən dadını görmüşəm. Sən deyir adını eşitmisən səsli qız, amma mən deyir görmüşəm. Görən bir də kim idi? Sara idi və Saranın ölkəsinin insanları idi. Bu süzgün baxışla gün düşən dağlara bax. Mən bu yaşıl dağlardan illərlə düşdüm uzaq. Bayaq dediyim də bu idi ki, illərlə deyir mən uzaq düşmüşəm. Həqiqətən də Əhməd Cavadın həyatından oxuyaraq deməli bilmək olar ki, onun çox faciəli bir həyatı olubdu. Deməli Sovet İmperiyası dönəmində ağır işgəncələrə məruz qalanlardan biri də Əhməd Cavad olmuşdur və onun həyatı da belə deyək də heç də uğurlu olmamışdır. Nə varlıqlar verildi bir çox yox olmuşlara. O qara günlər hara, bugünkü günlər hara. Gözəl qız, yaxşı vaxtda başladın gülü açmağa. Deyir ki, nə varlıqlar verildi bir çox yox olmuşlara.
O qara günlər hara, bugünkü günlər hara? Həmin günlər necə adlandırır? Qara günlər adlandırır və deyir ki, sən deyir, yaxşı vaxtda gül açmısan. Bugün sənin yurdunda nə qul var, nə ağa. Hazırki dönəmdə səsli qızın yurdunda qul ağa varmı? Yoxdur. Sən bu sərbəst göylərin sərbəstcə yıldızısan, sən bu sərbəst göylərin sərbəst ulduzusan. Qayğısız bir ölkənin qayğı bilməz qızısan, sərbəstdir alnındakı qıvırcıq tellərində. Bax, görürsünüz bu qıvırcıq telləri. Bayaq sizə demişdim, Saran dalında qıvırcıq telləri vardı səsli qızında. Sərbəstdir sənin kimi gün görmüş ellərin də sərbəstdir artıq. Elə isə bir də coş, səsin düşsün dağlara. Sən kimdən çəkinirsən? Qız hara, susmaq hara? Belə, bu dəfə sizlər üçün səsli qız əsərini təhlil etdik. Ümidvaram ki, faydalı olacaqdır. Sadəcə bu izahlara baxaraq elə səsli qıza tam şəkildə hazır ola bilərsiniz. Ümumiyyətlə isə qeydlər götürməyinizi məsləhət görərdim. Yəni qeydlərsiz mümkün deyildir.